Və Peyğəmbər Allah bir yerdə səhv eləmirəmsə Quranda deyir ki, ehtiyatlı ol, cahillərdən olmayasan. Bəli, mən elə gəlir bir yerdə Allah öz Peyğəmbərinə buyurur. O da bu ayədir ki, buyurur və in kəbura aleykə irazuhum. Sənin üçün bilirəm ki, çox çətindir bunların hidayətdən üz çevirib getməyi. Hidayətdən üz çevirmələri sənə çətin gəlir və sən nə etmək istəyirsən? Sən istəyirsən qəribə bir möcüzələr göstərəsən. Göyə çıxasan, yerin təkindən qəribə bir möcüzələr göstərəsən, qeyri-adi işlər vasitəsilə, qeyri-adi işlər göstərib onları düz yola çəkəsən, hidayət eləyəsən. Sən istəyirsən ki, hər vasitəyə əl atasan, Peyğəmbərə buyurur ki, hər vasitəyə əl atasan ki, onları doğru yola hidayət eləyəsən. Ondan sonra nə buyurur? Allah buyurur ki, وَلَوْ شَاءَ اللّٰهِ لَجَمَعَهُمْ عَلَى الْهُدَى. Allah istəsəydi, onların hamısını toplayardı hidayətə. Ondan sonra buyurur ki, فَلَا تَكُنَنَّ مِنَ الْجَاهِلِينَ. Peyğəmbər, ehtiyatlı ol ki, cahillərdən olmayasan. Sən bu qədər dəridən, qabıqdan çıxıb, möcüzə ilə onları hidayət eləmək istəyirsənsə, möcüzənin içində bir təzyiq var. İxtiyarları əllərindən çıxa bilər. Bəli, möcüzə var Peyğəmbərlərdə, amma azdır. Möcüzə hər şeyin yerini doldurmamalıdır. Möcüzə ağlın yerinə oturmamalıdır. Möcüzə təzyiq vasitəsi olmamalıdır ki, adam baxsın, desin ki, vəssalam da buna iman gətirmək lazımdır. Allah deyir, bu yaraşmaz. Sən onlara ixtiyar ver. Qoy özləri seçim eləsin. Və bilirsiniz, bu ixtiyarla gəlməyin bir ləzzəti var. Adam görəndə ki, mənə hörmət eləyirlər, insan xoşlanır ondan. Din də bu hörməti göstərir.